Salam əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə 1997-ci ildə bütün dünyanı şoka salan, sirri bugünə qədər tam açılmayan Heaven's Gate hadisəsindən bəhs edəcəyik. Gəlin, vaxt itirmədən başlayaq. Heaven's Gate, UFO-ya çatmaq üçün həyatlarından keçən 39 insan 1997-ci ilin mart ayı. ABŞ-ın Kaliforniya ştatında hər şey adi görünürdü. Heç kim bir neçə gün sonra dünyanın ən qəribə və ən çox müzakirə olunan hadisələrindən birinin üzə çıxacağını təsəvvür etmirdi. 26 mart tarixində polis San Diego yaxınlığındakı Rancho Santa Fe qəsəbəsində yerləşən lüks bir evə daxil oldu. İçəri girən əməkdaşların qarşılaşdığı mənzərə onları sarsıtdı. Evin müxtəlif otaqlarında uzanmış 39 insanın cansız bədəni vardı. Hamısı səliqə ilə çarpaylara yerləşdirilmişdi. Hər birinin üzərinə bənövşəyi parça örtülmüşdü. Hamısı eyni cür qara paltar və idman ayaqqabısı geyinmişdi. Bu hadisə sonradan Heaven's Gate faciəsi kimi tarixə düşdü. Bəs bu insanlar kim idi? Nə üçün hamısı eyni anda həyatını itirmişdi? Və ən qəribə sual, onlar həqiqətən nəyə inanırdılar? Heaven's Gate 1970-ci illərdə yaranmış dini və mistik inanclara əsaslanan bir qrup idi. Qrupa Marshall Appleway və Bonnie Nettles rəhbərlik edirdi. Onlar iddia edirdilər ki, yer planeti yaxın gələcəkdə təmizlənəcək və yalnız xüsusi seçilmiş insanlar başqa bir yüksək sivilizasiyaya keçə biləcəklər. Onların fikrincə insan bədəni sadəcə bir qabıq idi. Əsl şəxsiyyət isə ruh idi. Onlar inanırdılar ki, ruhlar inkişaf etmək üçün yer üzünü tərk etməlidir və bunun yolu kosmosdakı daha yüksək varlıqlara qoşulmaqdır. İllər keçdikcə qrup üzvləri ailələrindən uzaqlaşdı, işlərini tərk etdi və bütün həyatlarını bu inanca həsr etdilər. Onlar eyni evlərdə yaşayır, eyni qaydalara əməl edir, gündəlik həyatlarını rəhbərlərinin göstərişlərinə uyğun qururdular. Bir çox şəxsi arzularından və əvvəlki həyatlarından imtina etmişdilər. 1997-ci ilin əvvəlində səmada Hale-Bopp adlı parlaq kometa görünməyə başladı. Bu kometa astronomlar üçün adi bir səma hadisəsi idi. Lakin Heaven's Gate üzvləri buna tamam başqa məna verirdilər. Qrupun rəhbəri Marshall Appleway iddia edirdi ki, kometanın arxasında görünməyən kosmik gəmi hərəkət edir. Onun sözlərinə görə, həmin gəmi seçilmiş insanları yer kürəsini tərk edib daha yüksək bir aləmə aparacaqdı. O deyirdi ki, bu fürsət bir daha təkrarlanmayacaq. Bu inanc qrup üzvləri arasında getdikcə gücləndi. Onlar düşünürdülər ki, yer üzündə qalmaq əslində geridə qalmaq deməkdir. Onların fikrincə qarşıdakı səyahət ölüm deyil, yeni həyata keçid idi. Son günlərdə qrup üzvləri kamera qarşısına keçərək ailələrinə və dünyaya video müraciətlər yazdılar. Həmin görüntülərdə onlar qorxulu görünmürdülər. Əksinə, sakit, gülümsəyən və qərarlarından tam əmin təsiri bağışlayırdılar. Onlar qarşılarında möhtəşəm bir gələcəyin olduğuna ürəkdən inanırdılar. 1997-ci ilin mart ayında qrup üzvləri mərhələli şəkildə həyatlarını itirdilər. Hadisə bir neçə gün ərzində baş verdi. Daha əvvəl hazırladıkları plan əsasında otaqlarda uzandılar və bir daha oyanmadılar. Polis evdə çoxlu videokasetlər, məktublar, kompüterlər və sənədlər tapdı. Bu materiallar göstərirdi ki, hadisə uzun müddət planlaşdırılmışdı. Hər bir üzv son sözlərini yazmış, bəziləri ailələrinə vida etmişdi. Araşdırmalar nəticəsində məlum oldu ki, qrupun üzvləri müxtəlif peşələrdən olan insanlar idi. Onların arasında müəllimlər, proqramçılar, musiqiçilər və digər sahələrdə çalışan şəxslər vardı. Bu da göstərirdi ki, belə qruplara qoşulan insanlar yalnız müəyyən bir təbəqədən olmur. Bu hadisə bütün dünyada böyük səs-küy yaratdı. Psixoloqlar, sosioloqlar və din tədqiqatçıları uzun illər Heaven's Gate fenomenini araşdırdılar. Onlar insanların necə bu qədər güclü təsir altına düşə bildiyini, qrup psixologiyasının və xarizmatik liderlərin qərarlara necə təsir etdiyini öyrənməyə çalışdılar. Maraqlıdır ki, Heaven's Gate-in internet saytı həmin hadisədən sonra da fəaliyyətini davam etdirdi və bugün də arxiv şəklində mövcuddur. Sayt qrupun keçmiş üzvləri tərəfindən qorunur və bu, internet tarixinin ən qəribə səhifələrindən biri hesab olunur. Heaven's Gate hadisəsi bugün də dünyanın ən sirli və ən çox müzakirə olunan dini qrup faciələrindən biri sayılır. Bu hadisə bizə göstərir ki, yanlış məlumat, təcrid olunmuş qrup mühiti və liderə kör-körana inam insanların həyatına ağır nəticələr gətirə bilər.
Aradan uzun illər keçməsinə baxmayaraq, Heaven's Gate haqqında filmlər, sənədli seriallar və araşdırmalar hazırlanmağa davam edir. Çünki bu hadisə yalnız 39 insanın taleyi deyil, həm də insan psixologiyasının, inancı,